Bugün sizinle FC25 oynayacağıq. Nə vaxtı video çəkmirəm, axı indi çəkəcəm. Dostlar, oyunu başladıram. Başlasın oyun. Real Madrid'dir. Mən Real Madrid kulübünü seçmişəm. Baxın, rəqibim kim olacaq? Baxın. Quarter finaldayam. Quarter finals. Arsenal, rəqibim Arsenaldır. Ümumi hesab. Mən ümumi hesabda 4-0 duram. Deyəsən 4-0 Arsenal'ı ümumi hesabda uduram. Bəli, 4-0 ümumi hesabda Arsenal'ı uduram. Uzun zamandır video çəkməsəm də mən FC25 oynamışam. Biraz da gücdə oynamağa başlamışam. Baxalım onlar hardasa 2-0 da olsalar ələnəcəklər. Çünki Şuradan İpah'ın zərbəsi David Raya alır. Və Luka Modric offside. Luka Modric offside. Və başladılar cərimə zərbəsindən Real Madrid'in futbolçusu uzaqlaşdırdı. Valverde topu bilmədi. Arda Güler de topu ala bilmədi. Və Arsenal ucuma çıxdı. Qaydanı pozdu. Orada kim idi o? Arda Güler idi deyəsən. Uy, möhtəşəm zərbə idi. Courtois öz oynuyor. Courtois sürətlidir. Courtois nə var? Courtois. Topu axırda aldılar. Və şut çəkəcəkmi? Burada kimdir bu? Və Lucas Vazquez topu Arsenal'ın futbolçusundan aldı. Gözləyim bir dənə şah verim topu. Verdim. Dostlar, oyunu başladım. Ay, çıxdı top. Özüm də görmədim necə çıxdı. David Raya başladı və pressing Real Madrid futbolcularından Kylian Mbappe, Rodrigo topu oldu. Rodrigo dostlarını özlədi və offside. Kim idi burada? Rodrigo offside'daydı dostlar. Həm də ona top çata bilməzdi. Çünki Arsenal'ın futbolçusu, müdafiəçisi onu qabaqlamışdı. Top çıxdı, bəli. Dostlar, top çıxdı. Real Madrid'dən top çıxdı və maç da bitdi. Birinci 1:45 dəqiqə. 2:45 dəqiqəyə gözləyək dostlar. Başladı dostlar 2:45 dəqiqə. Uy, qaydana pozdu. Orada qaydana pozdu. Və Kylian Mbappe. Sürətlidir Kylian Mbappe burada. Kylian Mbappe kimi verdi. Vinicius. Ne orada Vinicius bazara bilmədi Vinicius. Və Arsenal'ın futbolçuları hücuma çıxır. Dostlar, Real Madrid'dəki kupokdan ələndi. Avropadan da ələndi də. Həm də Barcelona'ydı 3-2 uduzdu dostlar. Oradakiler Lamine Yamal vs oldu. Barcelona Real Madrid maçında. Bu ne diye? Yine ışık azaldı dostlar. Işığı çoxaltdım. İndi oyun devam edir. Kylian Mbappe, Rodrigo. Kylian Mbappe. Rodrigo'nun zərbəsi. Vinicius.
Vinicius'tan heç cür olmur. Və orada bunlar Prince gedir. Yox. Modric'in yerinə Şaumen girməsini mən istəmirəm. Modric'in daha qodalıb, amma o futboldan elə də çıxmır. Modric, Şaumen istəmirəm. Nə qədər deyirlər. Və Kurto. Öz oynayacaq Kurto. Kurto çalım atmaq istəmir. Özü sürətli gedir. Və bütün oyuncuları sürətlə geçdi və Arsenal'ın oyuncusu topu aldı və yox, Jude Bellingham. Və maç bitdi 4-0. Amma hesabla qələbəyə qazandı Real Madrid. Sağ olun dostlar.